Allahümme salli ala Muhammedin ve ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Allah'ın salavat ve selamı üzerinize olsun. Allah Teala karşıdan gelen günlerinizi hayran bedde eylesin inşallah. Bugün Allah'ın izniyle İmam Hüseyin Aleyhisselam'ın garet edilmesi, yani İmam Hüseyin Aleyhisselam'ın paltarların, kılıncın, zirehin, o adamlar ki Allah lanet eləmiş Kufa ehli geldiler, onun neyi vardı hamısını soydular, apardılar. Yani o deməkdir, qarət o deməkdir. Bir dənə də məsələni nəzərinizə çatdırım inşallah. Yəni mən istəyirəm ki, gündəlik heç olmasa bir dənə söhbət verim. Amma bu işdə gərək siz də mənə kömək edəsiniz. Yəni yaxşı baxışlar olsa, gündəlik baxışlar yaxşı olsa, hər gün bir dənə, yəni söhbət vuraram. İmam Hüseyin Aleyhisselam'ın söhbəti qutarandan sonra, yəni sizin razılığınızla, məsləhətinizlə, ya təfsiri nümunədən, yəni çoxlu təfsirlərin elə bir ki, cəmlənmiş ən dəqiq sözlərdir orada qeyd olunub, 27 cilddir. Ya təfsir-i nümunədən, ya da ki, Allah Teala'nın özünü bir özə verməliyindən başlayıb, ki, özündən sonra birinci nəyi yarattı, ikinci nəyi yarattı, üçüncü tabunuyu, sonra mələkləri, mələklərdən sonra kimlər yarandı, cinlər yarandı, ya insanlar yarandı. Sonra oradan gəldi ta Adəm Peyğəmbər və Qur'anda adları çəkilən və çəkilməyən nə qədər ki, yəni bildiyim qədərdə 40 dənə, 50 dənə orada Peyğəmbərlərin həyatları haqqında söhbətlər var. Onları bir-bir çalışacağım ki, sizin nəzərinizə çatdıram. Ta ki, bizim öz Peyğəmbərimizin də həyatı oraya daxil olmaqla dünyasının dəyişənə qədər olan söhbətləri Allah mənə ömür versə, Allahın izni ilə fikrimdə var ki, bunları sizin nəzərinizə çatdıram. İndi isə vaxtınızı çox almaq istəmirəm. Yəni, söhbətin ardını istəyirəm, nəzərinizə çatdıram. Hədislərdə varid olub ki, bir gün ümməti Rəsul-i Xuda sallallahu aleyhi və səlləmin xidmətinə gəldilər. Salamdan sonra ərz etdilər, ya Rəsul-i Allah, bu qədər əziyyət çəkib, bizləri düz yola çəkib və bizi zəlalətlərdən qurtarıb, düz yola hidayət edibsən. Yəni, bizim Peyğəmbərə qədər bilirsiniz də, cahiliyyət dövrü adlanır. Yəni, insanlar yaşamaqlarını bilmirdilər. Qadınlara gün verirdilər, işıq vermirdilər. Qadınlarla bir stulda oturmurdular. Bayramda qadınların belinə heyvan kimi minərdilər. Nə isə heyvan kimi təsəvvür edin, yaşayardılar. Xeyirləri ilə şərlərini bilməzdilər. Ona görə deyir ki, bizi yaşamağın düz yollarını göstərmirsən. Bu zəhmətlərin əvəzində bizlərə də lazımdır ki, öz var dövlətlərimizdən sənə bir əcr və muzd verək. Ta sən də bizlərdən bəhrəmənd və nəf-i bərdar olasan, yəni xeyir götürəsən. Yəni sən də bizdən bir xeyir götürəsən və ya görəsən. Bu əsnada Cəbrail Əmin əleyhissalam Peyğəmbərə nazil olub bu ayə-i şərifəni o böyük şəxsiyyət üçün gətirdi. Qul la əs'alukum aleyh əcra illəl məvəddətə fil qurba. Yəni, ya Muhammed, de ki, öz ümmətinə, mən təbliğ risalətimə görə sizlərdən
heç bir şey, yəni bir zat istəmirəm, məgər bunu ki, mənim əhl-i beytimi və yaxın qovm və əqrabalarımı dost tutub, onlara hörmət, məhəbbət və məvəddət edəsiniz. Yəni, onlara elə məhəbbət ediniz ki, özünüzün qohum qəbilələrinizə və övladlarınıza etdiyiniz kimi. Yəni, məhəbbət o deməkdir ki, necə ki, öz qohum qəbiləzə mehribanlıq eləyirsiniz, mənim yəni qohum qəbiləmə də onu eləyin və eyni zamanda məvəddət eləyin. Məvəddət odur ki, əgər yeri gəlsə, hətta onlara xatir, öz canınızı da onlara qurban verin. Yəni, başa düşmək üçün bir məsələni nəzərinizə çatdırım. Elə bil ki, bir dənə almadır. Məhəbbət odur ki, almanın yarısını özün yeyirsən, yarısını o dost tutduğun insana verirsən. Bu məhəbbətdir. Amma məvəddət odur ki, almanı özün yemədən hamısını həmən dostluğa verirsən. Elə bil öz canını o dostun yolunda fəda eləyirsən. Elə ki, bu ayə o Həzrətə nazil oldu, Həzrət öz əshabələrini bir yerə cəm edib buyurdu. Əyyühənnas, yəni ey cəmaat, Xudavənd aləm mənə ayə nazil edib və mənim təbliği risalətimdən ötəri sizlərə bir zat vacib edib. Yəni, bu məsələni burada deməkdə məqsəd var. İndi inşallah oxuya gələnlər axırda biləcəksiniz. Aya Allah sizə vacib etdiyi işi əmələ gətirərsiz, bəyan edin. Heç kəs o cənaba cavab vermədi. Bəs Həzrət öz mənzilinə təşrif aparıb, sabahsı gün təzədən bu ayənin əhvalatını təkrar edib onlara buyurdu. Yenə də cavab verən olmadı. Yəni, cəmiyyət elə bildi ki, nəsə deyər birdən Peyğəmbər sallallahu biz onu əmələ gətirə bilmərik. Ona görə heç kəs cavab vermir. Üçüncü gün yenə də Peyğəmbər sallallahu əshabı bir yerə cəm edib, həmin ayənin xəbərini onlara verdi. Yenə də bir əhd cavab vermədi, ta ki o cənab buyurdu. Cəmaat, o zat ki, Allah Teala mənim təbliğ risalətimdən ötəri sizlərə vacib edib, qızıla, gümüşə və bu kimi dünya mallarına aid olan şeylərə aid deyil. Əshabələr bu sözü ki, Peyğəmbər sallallahu eşitdilər, hamısı birdən səs-səsə verib ərz elədilər. Hala ki, belədir, onda buyur, qəbul edirik və əmələ gətirərik. Həzrət ayi şərifəni oxuyub, məzmununu onlara yetirdi ki, mənim təbliğ risalətimin, yəni Allah Teala'nın tapşırığını xalqa yaymaq müqabilində Allah Teala sizə vacib edir ki, mənim əhl-i beytimi və övlad və itrətimi dost tutub, onlara məhəbbət, ehtiram və məvəddət edəsiniz. Necə ki, əvvəldə məvəddətin izahını sizə dedim. Əshab cəmiyyən ərz etdilər. Bəli, ya Rəsulullah, sənin itrət, əhl-i beyt və övladlarını dost tutarıq. Sənin həyat və ölümünüzdən sonra onlara məhəbbət və ehtiram edərik. Amma İmam-ı Cəfər-i Sadiq əleyhissalam buyurdu. Xahiş edirəm, çox ləzzətli, öyrənməli, bilməli söhbətdir. Axıra qədər amma dinləyin. Bir qədər çox olacaq, amma səbrinizi basın axıra qədər dinləyin. Xahiş edirəm. Yəni sizə görə deyirəm bunları. Vallahi onlar vəfa etmədilər bu vədələrinə. Məgər 7 nəfər, amma qalanı bivəfalıq etdilər. Mütərcim, bəli, vallahi vəfa etmədilər. Məgər az bir cəmaat və əvvəl bivəfalıqları o oldu ki, Xatəməl Ənbiya dünyadan röhlət buyuranda, o büzürgüvarın cənazəsinin təşyəsinə və namazına hazır olmadılar. Gedib Bəni Səqifədə cəmi olub, xəlifə
bəna etdilər. Yəni özlərinə xəlifə seçdilər. Peyğəmbərin yəni cəsədi ortada qalıb, onun yəni dəfinlə məşğul olmaq əvəzinə getdilər özlərinə xəlifə seçdilər. İkincisi bu oldu ki, Peyğəmbər həmin Cəbrail və Əzrail durub izin alan mühtərəm qapısına ot vurdular. Üçüncü, Peyğəmbərin ciyərgüşəsi Fatimə-i Zəhra Səlamullah əleyhanın mübarək qabırğalarını sındırıb, Möhsin adlı oğlunu səqt, yəni uşağını salma elədilər. Və Peyğəmbərin əmisi oğlu və istəklisi və siğə qardaşı Əli İbni Əbu Talibin boynuna şal salıb, Cüsalə-i, yəni buzov kimi Samirinin Cüsaləsi, buzov kimi, yəni Musanın zamanında necə ki Musa bəni İsraili qardaşı Haruna tapşırdı. Özü isə Tur dağına Toratı və əlvahı ələ gətirmək üçün 30 günlük o dağa getdi. Əvvəl 30 günlük getdi də, sonra Allah Teala o 30 günə 10 gündə artırdı. Bu vaxt ərzində Samiri adlı bir şəxs, Allah ona lənət eləsin, bir buzov düzəldib, ona sehr edib, buzovdan səs çıxırdı. Və bu yolla Samiri Musanın qovmini yoldan çıxardıb, onları buzova pərəstiş etməyə, yəni sövq elədi. Onlar da həmən buzova pərəstiş etməyə başladılar. Bu uzun bir söhbətdir. Yəni buranın söhbəti inşallah dediyim kimi Peyğəmbərlərin söhbətini eləyəndə bunları istə eləyərəm Allahın izni ilə. Allah hamımıza ömür versin inşallah. Musa əleyhissalam qayıtdıqdan sonra onları cəzalandırdı. Burada Cüsalə-i Samiri dedikdə həmin hiləbaz ya belə deyək, sehirbaz olan o cadügər Samiriyə onlara bənzədir. Necə ki, irəlidə dedik, Əli əleyhissalamı onun beyətinə çəkdilər və Həsən-i Müstəbanın ki, Səyyid-i Cavanani Behişdir, zəhər cəfa ilə, bilirsiniz də İmam Həsən əleyhissalamda Allah lənət eləsin, zəhərlədilər. Zəhər cəfa ilə ciyərlərini parə-parə edib şəhid etdilər. Necə ki, bunların haqqında irəlidə danışılıb. Və Sani Məlunun, yəni Sani ikinci deməkdir. Yəni Ömər ki, ikinci xəlifədir. Onun bu qapı yandırmağının şərarəsi şöləvər olub. Tain ki, Kərbəlada İmam Hüseyin əleyhissalamın xeymə və xərgahını yandırdılar. Kitab Zibdətü Təsnifdə Şeyx Əbu Cəfər Tusi rəvayət edir. Cənab-ı Qəmbərdən ki, Qəmbər bilirsiniz də Əli əleyhissalamın qulamlarından biri olub. Mən Əmir-əl-Mömin əleyhissalamın xidmətində idim ki, Şədd-əl-Fəratın kənarında nüzul buyurmuşduq. Sonra təşrif gətirdi Əli əleyhissalam Fəratın yaxınlığına və mübarək köynəyini çıxardıb, kənara qoyub qüsül etmək niyyəti ilə daxil Fərat olub, qüsül etməyə başlayanda birdən Fəratın suyu ləpə ilə gəlib, Həzrətin, yəni Əli Əmir-əl-Mömin əleyhissalamın köynəyini əhatə edib, suyun içinə batırdı. O böyük şəxsiyyət qüsüldən fariq olub, gördü ki, köynək yoxdur. Məndə bir dənə kitab var, haradasa bir 400-500 səhifədir. Hamısı Əli əleyhissalamın möcüzatlarından bəhs eləyir. O halətdə, arada o kitabı sizə göstərərəm buradan. Halətdə aləmi qeybidən bir hatif, yəni gözə görünməz bir səs o Cənaba nida elədi ki, ey Həsənəynin atası, yəni İmam Həsən və İmam Hüseynin atası, sağ tərəfinə bax, gör Xudavənd aləm ki, sənin pərverdigarındır, sənə nə qədər şəfqətli və mərhəmətlidir ki, sənə bir dəsmala bükülmüş köynək göndərib ki, sən üryan qalmayasan. Və o köynək Fəratın kənarında qoyulub. Həzrəti Əmir-əl-Möminin əleyhissalam sağ tərəfinə baxanda o dəsmalı görüb və açıb köynəyi götürüb bədəninə geyindi. Gördü köynəyin yaxasında cəli xətti ilə bir namə, yəni məktub qoyulub. Yəni
Cəlli xətt odur ki, yəni Allah Taala'nın yəni yazısı ilə, dili iləndir. Yəni o hər adam onu oxuya bilməz. Tərəfindən yazılan elə bir yazıdır ki, o yazını fəqət Allah Taala öz istədiyi bəndəsinə, yəni imam, peyğəmbərlər kimi böyük şəxsiyyətlərə özü öz qüdrəti ilə təlim edir və o yazını fəqət belə şəxslər Allahın iradəsi, yəni istəyi ilə oxuya bilirlər. O naməni Əli əleyhissalam açıb gördü, qələm qüdrəti ilə o namədə yazılıb ki, bu bir hədiyyədir, əziz və həkim olan Allahın tərəfindən Əli İbni Əbu Talib əleyhissalama. Bu Harun İbni İmranın köynəyidir. Harun, Musa əla nəbiyyin əleyhissalamı, yəni Peyğəmbərin qardaşıdır. Hər ikisi Peyğəmbər olub, amma Musa Ülül Əzm Peyğəmbərdir və Harundan, yəni üstün Peyğəmbər olub. Ha belə irs elədik, onu bir alahidə qovmu üçün, yəni sizlərə mütərcim. Ey dostlar, Xudavənd-i əziz və həkim olan Allah razı olmadı ki, Əli Əmrəl-Mömin əleyhissalamın bədəni şərifi bir an su içində, hətta üryan qalsın. Ondan ötəri köynək göndərdi və halın ki, Əmrəl-Mömin əleyhissalamın bədən mübarəki səhih və salamat idi. Bilmirəm, bəs nə hikmət var idi ki, Aşura günü İmam Hüseyin əleyhissalamın gül bədəni 4000 ox yarası, 180 qılınc və nizə yarası dəymişdi. Vücudu inki quru yerdə gün qabağında başsız bədəni yerə düşmüşdü. O bir mürüvvət cəmaat bəna elədilər o məzlumun libaslarını soymağa. Bərəvaya Səyyid İbni Tavus mərhum Kitab-ı Məlhufdə İshaq İbni Hüveyyə Xəzrəmin məlun o məzlumun deşik-deşik olan köynəyini çıxartdı. Bəs nə üçün Allah tərəfindən köynək gəlmədi? Buna kifayət etmədilər. Əsvəd İbni Səlim məlun o məzlumun çəkmələrini çıxartdı. Və Qeys İbni Şeys məlun Həzrətin qətifəsini, yəni hamam dəsmalını götürdü. Və Ömər İbni Səd məlun o Cənabın zirehini çıxartdı. Və İbni Əsud Hənzələ məlun Həzrətin qılıncının qulafını açdı. Qılıncın, yəni o qulaf, qılıncın qoyulan qabına deyərlər. Və Qərar İbni Masək məlun o Cənabın qalxanını götürdü. Və Züheyr İbni Kəəb məlun o büzürgüvarın zilcaməsini açdı, çıxartdı. Amma taban Həzrətin ayağında qaldı ki, axırıncı vidaində Həzrət Cənab-ı Zeynəbdən həmin tabanı alıb zilcamənin altından geyinmişdi. Və bu tabanı Həzrət para-para eləmişdi ki, ta o rəhmsiz cəmaat ona tamah etməsinlər. Və taban bir libasdır ki, o əsrdə qayda idi ki, zilcamədən, yəni ağ alt dizli köynək, kiçik olardı, onu o dizli köynəyin altından giyərdilər. Xülasə, bunların hamısını mən kitabda belə şeylər yazılmır, mən özüm izah eləmişəm, hamınız yaxşı-yaxşı başa düşəsiniz. Xülasə, o məzlum ağanın bədən şərifində bir şey qoymadılar. Əba, qəba, əmmamə, libas və əslaha. Əslaha silah deməkdir, yəni silahlarını hər nə ki var idi, qarət edib, o yaralı bədəni günlər altında üryan qoydular. Veyla, Bəcdil İbni Səlim, Allah ona lənət eləsin, gördü qoşun cəmaatı kimi əba götürür, kimi qəba, kimi qılınc, o bir mürüvvət tamah qəsdi ilə qətligaha daxil olub, Həzrətin yaralı bədəninə yetişib gördü, hər nə ki var soyublar. Və o məlun diqqət tamamilə Həzrətin başının kəsilməyinə, yaralarının çoxluğuna və yanında yarı havadar olmamağına və o məzlumun pak nəşini çox şöləli və nurani, yəni parıltılı olmasına baxırdı. Və təəccüb edirdi, öz-özünə deyirdi, bu aləmdə kim belə yaralı bədən görüb ki,
bu qədər qanuna aludə olub belə doğransın və bu qədər toz cəsədinə, yaralarına əyləşə. Ba vücudu in bu mərtəbədə nurani və ətirli olsun ki, o məlun hələ bu noyu fikirdə idi birdən, o məlunun nəhs gözləri Həzrəti Mübarək barmaqlarına düşüb, gördü bir çox bahalı, qiymətli qaşlı üzük Həzrətin barmağında qalıb. Tez hərəkət edib üzüyə hərəkət verdi ki, üzüyü çıxartsın. Amma gördü o məzlumun üzük olan barmağında laxta-laxta qan quruyub və üzüyü çıxmır. Amma üzüyün də qaşı çox bahalı və qiymətlidir. O məlun yenə nəhs əlin uzadıb, üzüyə nə qədər hərəkət verdi ki, üzüyü çıxarsın. Amma üzüyü çıxmadı. Tayin ki, təngə gəlib, əl elədi belindən, öz qılıncını çəkib, görün o məlun nə elədi. Ağanın mübarək barmağını kəsdi. Allah muxtara rəhmət eləsin. Mütərcim, Allah muxtara rəhmət eləsin. Elə ki, həmin məlunu tutub, muxtarın huzuruna gətirdilər. Muxtar o məluna buyurdu, məlun, de görüm İmam Hüseynə dirliyində etdiyiniz zülüm sizə bəslik etmirdi ki, onun yaralı başsız bədəninə də yenidən zülm edib, bir üzükdən ötəri o məzlumun mübarək barmağını kəsdin. Mənə de görüm, heç kafiri öldürəndən sonra bunu edərlər. Yəni, hətta kafiri öldürəndən sonra belə bir işi etməzlər. Qalmışdı imam kimi bir şəxsiyyət ola. Halbuki sən dünya və axirət padişahına o noyu məzlum ağaya bunu rəva bilmirsən. O məlun isə sükut edib dinmirdi. Yazırlar, muxtar hökm elədi. Mən bunları Muxtarnamə kitabından bura qeyd etmişəm. Yazırlar, muxtar hökm elədi, qəssab, səttar gətirdilər. Qəssab ət satana deyərlər. Səttar da ət doğrayana deyərlər. Qəssab, səttar o məlunun barmaqlarının başından o məlunun kürəyinə də doğradı. Allah lənət edəsin, eləçilərə bu da azdır. Belə ki, o məlunun cəmi əzalarını başdan ayağa kimi tikə-tikə, bənd-bənd, yəni tikə-tikə doğradılar və onu cəhənnəmə vasil etdilər. O məlun doğrandıqca elə bağırırdı ki, səsi öküzün səsindən yoğun və bərk çıxırdı. Allah belə daş qəbli insana və insanlara lənət eləsin, lənətullahi əleyh. Sonra muxtar hökm elədi, o məlunun cəmi mal və varidatını qarət edib, və evlərini xarab edib, yer ilə bərbad etdilər və oğlunu tutub atası kimi onu da bənd-bənd doğrayıb atasına mülhəq etdilər. Allah muxtara rəhmət eləsin. Yəni, onu da öz atasına yetişdirdilər. Əla ləqnətullahi aləl qavmi zalimin. Əssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.